Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş topudan sual cümlələrindən 4-cü başlıq, yəni həvlə olan birləşmələrin sual formasına baxacağıq. Əvvəlcə qeyd edim ki, ingilis dilində biz həvi 3 formada görürük. Həvdən sonra isim, həvdən sonra to ya da həvdən sonra P2 görə bilərik. Yadımızda saxlayırıq, əgər cümləmizdə have to ilə işlənibsə ya da isimlə işlənibsə, yəni have breakfast, have lunch ya da have a car bu tipli bir ifadə edirsə, bu sözlərin sualları və inkarı do, does, did vasitəsilə düzəlir. Yox, əgər cümləmizdə have və özündən sonra P2 varsa, bu zaman onların sualı have-in əvvələ keçməsi ilə düzəlir. İndi gəlin bir-bir bu dediklərimizi test üzərində baxaq. Məsələn, birinci testə baxırıq. What impact, hansı təsir cümləmizi sual sözündən bölürük. Bilirik ki, what isimlə birləşə bilir və həmin hissədən cümləni bilirik, bölürük və heç bir sual sözündən sonra birinci mübtəda gəlməz. Ona görə A variantını çıxırıq. Do, does, diddən sonra gələn feil anadan gəlmə olmalıdır. B variantında did gəlib, ikinci tərəfdə artıq feil adi formada gəlib. Ona görə B variantı doğrudur. C variantında do gəlib, sonraki feil had olub. Had yox, have olmalıydı. Ona görə yanlışdır. D variantında has var, amma burada bir P2 olmalıydı ki, o mübtədanın önünə keçərək sual cümləsi düzəltsin. Ona görə D yanlışdır. E variantında isə does verilibsə, feilimiz mütləq have formasında olmalıydı. İndi isə ikinci testə baxaq. İkinci sual sözümüzdə have-dir. Have-dən cümləni böldük. Birinci qaydamız heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. B variantında she gəlib deyə bu yanlışdır. İndi baxırıq hansı cümlədə have-dən sonra, yəni have P2 ilə ya da have to ilə işlənib. A variantında does has yazılıb. Does gəlibsə artıq feilimiz adi formada, yəni have formasında olmalıydı. C variantında da eyni qayda ilə variant yanlışı var. D variantında have-in əvvələ keçməsi üçün, yəni mübtədanın önünə keçməsi üçün bizə P2 lazımdır. Burada isə P2 yoxdur, to var. Ona görə bu yanlışdır. Ona görə have to ilə yan-yana qalmalıydı və bu cümlənin sualı do, does, did vasitəsilə düzəlməliydi. E variantında isə does she have to justify. E variantı düzdür, o niyə etdi. Diqqətli olun, why-dan sonra köməkçi, sonra mübtəda, sonra isə xəbər gəlib. Bu variant, E variantı doğrudur. İndi isə baxaq digər testlərimizin izahına. Dördüncü testdə bizə verilən hissə what kind of insight-dir. Həmin cümləni bölürük. A, B, C, D variantlarında what kind of insight-dir. Y variantında isə eləcə what insight-dir saxlayaq. İndi birbaşa you gəlib. B variantında yanlışdır. Do-dan sonra has yox, have olmalıydı. A variantı yanlışdır. C variantında have-dan sonra P2 olmalıydı ki, o əvvələ keçə bilsin. Ona görə C variantı da yanlışdır. D variantında do you have bu struktur tamamilə doğrudur. Y variantında isə köməkçi gəlib, sonra mübtəda, sonra isə xəbər adi olmalıydı. Yəni diddən sonra gələn feil mütləq have formasında olmalıydı. Ona görə cavab oldu D variantında. İndi isə baxaq 7-ci testin izahına. When verilib, when-dən sonra mübtəda gəlməz. B variantında Z gəlib, yanlışdır. A variantında Z 3-cü şəxsin təki deyil, yəni cəmdir deyə daza ehtiyac yoxdur, do olmalıydı. C variantı doğrudur. Gördüyünüz kimi cümləmizdə have to var və ayrılmayıb. Sualı do vasitəsilə düzəlib, C doğrudur. D variantında have to-dan ayrılmaz. Y variantında isə do gələn yerdə artıq has yox, have olmalıydı. Ona görə cavab oldu C variantı. İndi isə baxaq 11-ci testin izahına. A variantında she 3-cü şəxsin təki olduğu üçün do yox, does olmalıydı. B variantında has-dan sonra feil yoxdur. Ona görə o əvvələ gəlib sual düzəlməz. Yəni əgər cümləmizdə bir have varsa, mütləq P2, yəni başqa bir feil də olmalıydı ki, bu feil yerindən tərpənə bilsin. Yoxdursa ona toxunmaq olmaz. C variantında does she have bu doğrudur. D variantında birbaşa why-dan sonra mübtəda gəlib yanlışdır. Y variantında isə do has yox, does have olmalıydı. Ona görə bu yanlışdır. İndi isə baxaq 13-cü testin izahına. What books, hamısında what books-dan bölürük. Birbaşa mübtəda gəlib Y variantında. Ona görə bu yanlışdır. A variantında what books do your brother has yox, have olmalıydı. Bu isə does olmalıydı. Ona görə A yanlışdır. B variantında what books does your brother have? Bu nüansda sizi buradakı does çaşdıra bilər ki, mən əvvəldə books yazılıb və mən buraya niyə does qoyum, does qoyum düşünürsünüz. Burada yadınızda saxlayın. Mübtədamız your brother. Ona görə də o tək olduğu üçün siz ona does gətirməliydiniz. Ona görə B doğrudur. What books sadəcə bizim sual sözümüzdür. C variantında has your brother, burada artıq bir feil olmalıydı. Has yerindən tərpənməməliydi. Ona görə C variantı yanlışdır. D variantında does gəlib və has yox, have olmalıydı. Yanlışdır. E variantında isə çıxmışdıq. Cavab oldu B variantı. İndi isə gəlin V olan suala baxaq. Yenə cümləni V-dən böldük. Birbaşa mübtəda gəlib B, bəli B variantında Z gəlib, yanlışdır. Have breakfast ifadədir. Yəni have-dən sonra isim gəlib, breakfast. Və bu bir ifadədir və bu ifadəni toxunmaq olmaz. Sualını düzəltmək üçün biz do, does, diddən istifadə etməliyik. Ona görə A variantı
yanlışdır. B variantında they üçüncü şəxsin təki olmadığı üçün does yoxdur, olmalıydı. D variantında where do they have breakfast, bu tamamilə doğrudur. Y variantında isə do they has yox, have olmalıydı. Ona görə bu yanlışdır. İndi isə baxaq 15-ci testin izahına. How many pets yazılıb burada. Petsdən böldük cümləni. Amma diqqət eləyin mütləq bu nüanslarda ki, bütün sözlərdə how many olsun. Bəzən testlərdə sizi how much-la çaşdıra bilərlər. Birbaşa mübtəda gəlib A variantı yanlışdır. Do you have now, bu doğrudur B variantı. C variantında does you has yox, have olmalıydı. Həm də you'ya görə does ehtiyac yoxdur. D variantında do'dan sonra birbaşa feil gəlib, bu yanlışdır. Y variantında isə you'ya does yox, do olmalıydı, yanlışdır. Cavab oldu B variantı. Tərcümədə deyir ki, sənin indi neçə ev heyvanın var? İndi isə baxaq 17-ci testin izahına. How long sual sözümüzdür, cümləni bölürük. Birbaşa mübtəda A-da və B-də gəlib yanlışdır. How longdan sonra birbaşa xəbər qətiyyən gəlməz. Çünki how long zaman zərfinin sualıdır və biz birbaşa xəbəri bir who-da, bir də what-da işlədə bilərik. Ona görə burada birbaşa xəbər gəlməz. D variantı doğrudur. How long has he known about the contest result? D variantı doğrudur. Nə qədər müddətdir deyir o müsabiqə nəticələrini bilir. Y variantında isə noun has yox, has he noun olmaydı. Söz sırası burada yanlış verilib. Ona görə cavab oldu D variantı. 19-cu testə baxırıq. Who-dan sonra nələr gələr? Yadımıza saxlayırıq. Lead feilinin keçmişi olur. Lead başçılıq etmək. Led isə onun keçmişi olur. A variantında who has led group, bu doğrudur. Çünki who-dan sonra birbaşa xəbər gələr. Deyir ki, kim başçılıq edir qrupa? B variantında leading deyə bir xəbər yoxdur. Who-dan sonra birbaşa xəbər gələ bilər. Is leading, was leading olar, amma sadəcə leading deyə bir xəbərimiz yoxdur. C variantında has-dan sonra feil P2 yazılmalıydı. Burada indiki zaman formasına yazılıb. Belə yox, led olmalıydı. Ona görə cavab C səhvdir. D variantında has yazılıb, led isə əvvələ gəlib. Bu struktur cümlə quruluşu səhvdir. Y variantında isə lead yox, led olmalıydı. Çünki have varsa, have has varsa, ondan sonra gələn feil P2 yazılmalıydı. Ona görə Y variantı yanlışdır. Cavab oldu A variantı. İndi isə baxaq 22-ci testdə what has said the expert. Burada what düzdür. Birbaşa mübtəda ilə işlənə bilər, amma what gərək həmin işi icra edə bilsin. Yəni birbaşa xəbər gəlsə o işi icra edə bilsin. Bilir ki, what cansız bir isimdir və o deyə bilməz. Ona görə A variantı yanlışdır. B variantında sualdan sonra birbaşa mübtəda gəlib yanlışdır. What has the expert said? Expert nəyi dedi? Bu variant doğrudur. Expert nəyi dedi? C. D variantında do'dan sonra said yox, say olmalıydı. Y variantında da diddən sonra said yox, say olmalıydı. Ona görə cavab oldu C variantı. Sonra isə gəlin baxaq 24-cü testin izahına. Who'dan sonra has broken the rule about non-verbal, bu doğrudur. Who'dan sonra birbaşa xəbər gəlib. B variantında break yox, broken olmalıydı. Have varsa ondan sonra gələn have has'dan sonra mütləq P2 olmalıydı. Yəni break yox, broken olmalıydı. Ona görə burada break səhvdir. C variantında who'dan sonra gələn xəbər mütləq tək olmalıydı. Breaks olmalıydı. D və Y variantlarında isə D-dən sonra birbaşa feil gəlib. Ona görə yanlışdır. Cavab oldu A variantı. İndi isə baxaq 26-cı testin izahına. Sual sözümüz who'dur. Who'dan sonra birbaşa xəbər gələr, amma bu xəbər tək olmalıdır. C yox, sis olmalıydı. B variantında do, does, diddən sonra birbaşa feil gəlməz. C variantında has'dan sonra so yox, seen olmalıydı. Yanlışdır. Çünki have-dan sonra bir daha qeyd edirəm ki, feil P2 formada, yəni 3-cü formada olur. D variantında seen deyə bir xəbərimiz yoxdur. Have seen var, had seen var, amma sadəcə seen yoxdur. Y variantı isə biz dediyimiz strukturdadır. Kim görüb mənasında işlənir. Bu doğrudur. Y variantı doğrudur. İndi isə baxaq 28-ci testin izahına. 28-də bizə verilib what, what'dan sonra has he leaded. Lead feili bilirik ki, ed qəbul eləyir. Daha doğrusu led olur. Yəni lead başçılıq etmək. Led isə onun keçmiş zamanıdır. A variantında leaded olub, yanlışdır. B variantında what has lead. Lead yox, led olmalıydı, yanlışdır. C variantında diddən sonra birbaşa feil gəlməz. D variantında has lead him, nə başçılıq edir ona ya da nə aparır onu iştirak etməyə belə bir çətin yarışda. D variantı doğrudur. Y variantında isə diddən sonra birbaşa feil gəlməz. İndi isə baxaq 31-ci testin izahına. Burada bizə verilib who. Who'dan sonra birbaşa xəbər gəlirsə, mütləq o xəbər tək olmalıdır. A-da have yox, has olmalıydı. B-də forget feilinin keçmişi forgot, bitmişi isə forgetten'dır. Has-la forgot yox, forgetten olmalıydı. C variantında who'dan sonra gələn xəbər tək olmalıdır. Forgets olmalıydı. D variantı doğrudur. Has forgotten, D doğrudur.
Y variantında isə did forget yox, diddən sonra the travel ticket forget olmalıydı ya da who'dan sonra birbaşa forgot olmalıydı. İndi isə baxaq 33-cü testin izahına. What toysdan cümləni bölürük. Birbaşa mübtəda D variantında gəlib yanlışdır. Does he have under the table? Bu doğrudur. Və what toysdan sonra köməkçi mübtəda xəbər gəlib. A doğrudur. B variantında 3-cü şəxsin təkinə do yox, does olmalıydı. 4-cü testdə has'dən sonra gələn feil P2 olmalıydı. Have yox, had olmalıydı. Y variantında isə does has yox, does have olmalıydı. İndi isə gəlin baxaq 38-ci testin izahına. Bu testdə bizə verilib what kind of conversation böldük cümləni. Bəzi iki variantda isə what conversation yazılıb. Birbaşa xəbər mübtəda gəlib. D variantında bu yanlışdır. Do, does, diddən sonra birbaşa feil gəlməz və gələn feil anadan gəlmə olar. A variantında does, had yox, do, have olar. Z-də does yox, do olar. Y variantında isə have olan cümlədə mütləq P2 olmalıdır ki, o sualının inkarını düzəltsin. Ona görə cavab olur B variantı. İndi isə baxaq 42-ci testin izahına. What solution do, what solution, what kind of solution, what kind of hər birini bölürük. Birbaşa mübtəda gəlib B variantında she. Do, does, diddən sonra gələn feil has yox, have olmalıydı. Ona görə C-də getdi. She'dən sonra gələn sual sözü do, does olmalıydı ya da did olmalıydı. Ona görə A variantı yanlışdır. Qaldıq D və Y variantları arasında. D variantı doğrudur çünki what does she have? Onun var hansı texniki problemləri nə görə həlli? D variantı doğrudur. Y variantında isə has'dan sonra başqa bir feil olmalıydı ki, burada o sualın inkarını düzəltmək üçün əvvələ gələ bilsin. İndi isə baxaq 45-ci testin cavabına. Who'dan sonra nələr gəlməz? Birbaşa mübtəda gəlib. B variantında. Cümləmizdə gördüyünüz kimi have to var. Onu ayırmaq olmaz. A-da has to-dan ayrılıb. C variantında does-dan sonra has yox, have olmalıydı. D variantında does she have to düzdür. Y variantında isə she olan cümlə do ilə yox, does-la düzəlməliydi. Ona görə D variantı doğrudur. Tərcümə edir ki, why does she have to ask for permission before leaving? O niyə də getməzdən əvvəl icazə almalı oldu? İndi isə baxırıq 47-ci testin izahına. Burada bizdən soruşulur. Yenə sual cümləsindən ümumi sual cümləsidir. İndi baxırıq. Əgər cümləmizdə has'dan başqa bir feil varsa, o zaman ona toxunub əvvələ gətirmək olar. Burada isə has'ı görürük, amma başqa feil yoxdur deyə gəlməz. B variantında does olan yerdə has yox, have olar. C variantında has sonra P2 yoxdur deyə bura tək question kimi bunu ikinci tərəfdə has he yox, doesn't he yazmalıydıq. D variantı doğrudur çünki does John have his Spanish on Monday? D variantı doğrudur. Y variantında isə does'la has yox, does'la have qoyula bilər. İndi isə baxaq 49-cu testin izahına. Julia has coffee every morning. Has she yox. Olmaydı doesn't she. Çünki has'dan sonra isim verilibsə onu ikinci tərəfdə istifadə edə bilmərik. B variantı artıq baxın dediyimiz formada doesn't she verilib. C variantında how many cup of coffee'dan sonra birbaşa Julia gəlib. D variantında how often-dan sonra birbaşa Julia gəlib. Yəni mübtəda gəlib yanlışdır. Y variantında isə does'la has yox, does'la have olmalıydı. Ona görə cavab oldu B variantı. İndi isə baxaq 55-ci testin izahına. Why'dan sonra birbaşa mübtəda gəlib B-də. A variantında do ilə has yox, do ilə have olar. C variantında does'la have olar, amma professionals cəm olduğu üçün bizim does'a ehtiyacımız yoxdur. Do olmalıydı. D variantında have to-dan ayrılmamalıydı, yəni yan-yana qalmalıydı. Sual have-lə do ilə düzəlməliydi. Y variantı isə doğrudur. Why do professionals have to maintain confidentiality? Demək ki, cavab oldu Y variantı. İndi isə baxırıq 57-ci testin izahına. How many doubts baxırıq, hər cümləni böldük. Mübtəda gəlib C variantında she, çıxdıq bunları. Did she have? A variantı doğrudur. B variantında has she, burada P2 olmalıydı ki has düzəlt əvvələ gəlsin. D variantında did ilə has yox, have olmalıydı. Y variantında isə did ilə she have, bu da doğrudur. İndi bu ikisi arasındakı fərqə baxaq ki, A və B variantları arasında hansı testdə struktur səhvi var. Y variantına diqqət edək. A variantına birinci diqqət edək. How many doubts did she have? Sual sözü sonra köməkçi mübtəda xəbər gəlib. Ona görə A-da bir səhv yoxdur. Y variantında isə how many doubt yox, doubts olmalıydı. Ona görə Y variantı səhvdir. Digər tərəf köməkçi mübtəda xəbər tərəfi düzdür. Amma əvvəl tərəfi, yəni how many-dən sonra cəm isim gəlməli idi deyə həmin hissə yanlış verilib. Ona görə cavab oldu A.
58-ci testdə də baxaq. Who-dan sonra birbaşa did, we, has yox, have olmalıydı. B variantında who-dan sonra we gələ bilməz. C variantında who-dan sonra has to ola bilməz. Yəni have birinci we-yə has olmaz və have də to-dan ayrılmaz. D variantı doğrudur. Who-dan sonra köməkçi mübtəda xəbər gəlib. Buradakı who-nun tərcüməsi kimi kimə deməkdir uşaqlar. Ona görə də kiminlə məsləhətləşirsən deyir. Ona görə D düzdür. Y variantında isə do ilə has yox, do ilə have olmalı idi. İndi isə baxaq 61-ci testin izahına. 61-də A variantında who-dan sonra have gəlməz, has gəlməlidir. Çünki mübtədanın xəbəri tək olmalıdır. B variantında did-lə feil yan-yana gəlməz. C variantında have deyə bir zaman yoxdur. Is having, was having var. Amma eləcə having deyə bir zaman feil xəbər yoxdur. D variantında had a significant impact, kimin var faydalı təsiri, bu doğrudur. Y variantında isə did-lə feil yan-yana gəlməz. İndi isə baxaq 64-cü testin izahına. Burada how much influence, influence baxırıq, hamısı matchla işlənib. Həmin hissədən böldük. A variantında mübtəda gəlib yanlışdır. B variantında policy siyasət təkdədir deyə do yox, does olmalıydı. C variantında have əvvələ gəlməməli idi, yerində qalmadı. Çünki bu cümlədə feil yoxdur ki, have əvvələ gəlib sual düzəltsin. D variantında did-lə has yox, did-lə have olmalıydı. Y variantı does the policy have doğrudur. Y variantı doğrudur. Sonra 65-ci testin də izahına baxaq. 65-də who-dan sonra have yox, has olmalıydı. B variantında who has to take responsibility, bunu saxlayaq. D variantında had-dan sonra take yox, taken olmalıydı. D variantında did-dən sonra fail, Y variantında does-dan sonra fail olmaz. Ona görə cavab oldu elə B variantı. İndi isə 70-ci testin izahına baxaq. Burada bizdən yenə sual cümləsi istəyir. How many postcardsdan sonra birbaşa she gəlməz. How many students does, has yox, does have olar. How many medals has she won? Bunu saxlayaq, bu düz ola bilər. D variantında how many dogs barks yox, bark olmalıydı. Çünki dogs cəmdir deyə deyir, parkda neçə it hürür. İt cəmdir deyə barkda cəm olmalıydı. S qoysaq tək olur. Y variantında isə how much homeworkdan sonra birbaşa mübtəda gəlməz. Cavab oldu C variantı. 71-ci testi since when var. Baxaq, since when-dən sonra birbaşa mübtəda gəlib B-də. Does she wrote yox, write olmalıydı. Is he live yox, living olmalıydı. Have you had, bunu düz saxlayaq, düzdür. Y variantında isə did you have that feeling. Burada struktur düzdür, amma since when olan cümlədə bitmiş olmalıdır. Ona görə Y variantı tamamilə yanlışdır. Əgər burada sadəcə when olsaydı biz yeni götürərdik. Since when olduğu üçün bu zaman bitmiş götürmədik. İndi isə baxaq 72-ci testin izahına. Since when var, since when-dən sonra. Has she been working, bunu saxlayaq. Do yox, does olmalıydı B variantı. C variantında has-dan sonra knows yox, know-un olmalıydı. D variantına birbaşa mübtəda gəlib. Y variantında did-lə took yox, take olmalıydı. İndi isə 74-cü testin izahına baxaq. How many postcards has he sent? A variantı doğrudur. B variantında did she wins yox, win olmalıydı. How many ghost'dan sonra birbaşa komanda isim mübtəda gəlməz. D variantında does-la owns olmaz. Y variantında how many, biz burada qiymət soruşuruq. Ona görə də qiyməti soruşarkən how much işlədirik və kex cəmdə olduğu üçün does-a ehtiyac yoxdur, do olmalıydı. Ona görə cavab oldu burada A variantı. İnşallah ki, bununla da sual cümlələrinə aid bütün çətinlikləriniz aradan qalxdı. Bu qaydaların hər birini diqqətlə özünüzdə qeyd edərək qalan testləri də özünüz sərbəst şəkildə yaza bilərsiniz. Çünki hər nümunəyə aid hansısa bir testi mütləq ki, izah etmişəm. Növbəti videolarda görüşərik. Kanalımızı bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Hər birinizə çox təşəkkür edirəm.